Kızlar, yeni bir vlogdan sizləri salamlayıram. Mən indi sizləri elə bir yerə aparacağım ki, baş çıxara bilməyəcəksiniz. Nəhayət ki, buradakiları da göstərirəm. Və bir daha buradan bu karabka çıxsa, necə yüküm azalar. Burada pünyarlar da var, pijalar da var, kupaniklər də var, nə bilim damaşliklər də var. Buradan ancaq üst geyimlərini göstərəcəm. Avqust ayında aldığım geyimlərim. Bunlar hamısını geyinəcəm. 2 3 Yəqin ki, koftalardan başlayacağım ancaq. 4 Ora qaranlıq deyil bir. 5 6 Heç bilmədim artıq sayını hesablaya bilmədim. Belə ağ saroçka, sadə. Həmin o koriçnoy koftanın qara rəngi və ağ rəngi. Qırış-qırış şeyləri sizə göstərirəm. Vay vay, bunları necə gərək ütülüyüm geyinimdə. Bundan çox xoşum gəlir. Arxası belə, nəsə. Ay Allah. Saroçkadır bu da. Bu da saroçkadır, kətanlı. Şokdayım. Ay Allah. Mən nələr eləmişəm belə. Bura baxın. Burada ancaq koftalardır. Koftaların yarısı da hələ var burada. Hələ burada da qalıb nə qədər. Mən bunları necə yerləşdirəcəm? Ayda. Yaxşı ki, yay geyimləridir. Bunları qoyaram hamısını yatağın altına. Koftaların hamısını ütüləmişəm və indi bir-bir geyinəcəm. Bütün paltarları yuyacağım. Ona görə ehtiyac yoxdur hamısını belə dərindən ütüləməyə. Sadəcə olaraq indi geyinəcəm deyə istəyirəm ki, səliqəli görsənsin əynimdə. Adi saroçkadır. Sadə saroçkadır. Məncə hər bir xanımın qarderobunda olmalıdır belə bir saroçka. Çox sevirəm saroçkaları. Allah haqqı, yayda heç belə deyildi mi? Çünki mən yayda bu koftanı bir dəfə geyinmişdim. Bu da 3-cü saroçkam. Demək olar ki, birincinin elə eynidir. Amma bu belə kətandır və bu hissələri belədir. Çox xoşuma gəldi bu. Sadə olsa da, amma digərindən fərqli modeldir. Qızlar, bu şalvarı ilk dəfə mənə Mehdi alıb Zara'dandır. Və bu şalvar bir 3 ilin şalvarıdır. Sadəcə qarın olmasaydı, məncə şalvar tam əynimə oturardı. Yəni. Yazda geyinəcək çox geyimlərim var. Düşünürəm ki, yəqin ki, daha heç nə almaram. Çünki dəhşət çox geyimim var. Qızlar, kepkanı elə belə taxmışam. Top da budur. Əslində çox qəşəng, rahatdır. Mən bəyəndim, çünki hər top qəşəng qalmır adamın əynində. Rahat qalmır daha doğrusu. Amma
Bu çox xoşuma gəldi də, rahat saxlayır, sıxmır məni. Mən bu şalvarı Oxodan almışdım. 2 ay öncə geyinmişdim. Şalvar əynimə keçmədi. İndi bu xəstəlikdən sonra arıqlamışam deyə hardasa biraz boşalıb şalvar və sevinirəm. Növbəti maykam. Bunu dəhşət bəyənirəm. Mən elə bilirəm ki, o qaradan çox mənə bu model daha qol hissələrimə yaraşdı. Kızlar, bu ikinci saraçkamdı. Bu koftanı bilirsiniz hardan almışam. Günel Ticarət Mərkəzi var. Oradan qiymət sizcə 10 manat. 10 manata görə necə gözəl kofta almışam. Altdan geyindiyim buzqalter qara olduğu üçün biraz yaxşı görünmür. Amma daha onu dəyişməyə halım yoxdur. Necədir qızlar? Qəşəng də kofta. Qeyri-adi bir modeldir. Bu koftanı da oradan almışam, Günel Ticarət Mərkəzindən. Bunun da qiyməti 10 manat. Necə gözəl bir kofta tapmışam da. Deyirəm də, bunlar bahalı bir mağazalarda olsa, hamı belə wow deyib alar da. Və bunun da qiyməti 10 manat. Hamısında eyni şalvarla geyinəsi oldu. Bunu hara bağlamaq lazım olduğunu bilmirəm. Belə yəqin ki ataram. Bir də ola bilər ki, bu koftanı belə də eləmək olar. Amma elə bilirəm ki, yox, o deyil. Hə, belə də bir şey eləmək olar. Qızlar, bu necədir? Baxın, necə qəşəng. Keyfiyyəti də yaxşıdır, qızlar. 5 manata bunu almışam. 5 manata da bunu almışdım. Və son 2 koftam. Hətta 3 qalıb, amma o ağı geyməyəcəm daha. Yoruldum. Bu şalvar da Oxodan olan şalvardı. Ən son aldığım. Hansı ki 2 ay bundan öncə. Təzəlicə tapmışam burada. Axırıncı koftanı da geyindim. Məndən qızlar bu qədər. Mən indi bunları hamısını aparıb balkona atacağım. Bugünlər heç nə yuyan deyiləm. Sabahları bunları hamısının rənglərinə görə yuyacağım. Qızlar, sizlərə aparam indi pəncərənin yanına. Orada demək olar ki, əməlli yer boşalıb. Və indi orada xırda əşyalar var. Onları istəyirəm sizlərə göstərim. Yalnız xırda əşyaları göstərəcəm. Bir belə konfet almışdım. Bəyənmədim ancaq bunu. Rossmanndan süt köpürən almışam. Mən çoxdan izləyənlər bilirlər ki, mən bundan bir dəfə almışdım və çox razı qalmışdım, amma deyəsən qaldı krantın içində, su zad deyib deyə xarab olmuşdu. Uzun müddətdə onu istifadə elədim. Ondan sonra mən birini də aldım, bilirsiniz, Yumiko'dan götürdüm, ağ rəngdə. O çox zəifdir. Bu dəhşət güclüdür. Hətta gəlin gedə belə göstərim sizə. Həmin o ağ aldığım çox zəifdir. Hətta güclə belə fırladır. Amma bu Rossmanndan aldığım 9 yoxsa 10 manat idisə. Qızlar, baxın bunu deyirəm. İçində 2 dənə də batareyası var. Çox güclüdür. Dəhşət köpüyü eləyir. Qiymətinə görə çox əladır. Amma bu isə bu rahatdır buradan tutub eləməyə. Belə. Amma bu zəifdir. Hə. Getdik. Mən bilirsiniz ki, kapsulu kofələri çox sevirəm. Belə. Bunu Walmartdan alırdım.
Bu 10 manatdır. Hər rəngi də var idi. Çayı da qoy gətirim. Mən bu çayı bir kafe var, orada içmişdim. Çox bəyəndim və çayın adını çəkdim. Sonra Instagram səhifədə tapdım. Sırf bu çayı almaqdan ötürü 28 mayda Lavaza oraya getdim. Yəni bilirsiniz ki, orada kofedən bağlıdır. Həm kofe maşınkalar, həm də belə satış çaylar, nə bilim, kofelər. Çox qəşəng idi də. Qiymətlər çox yaxşı idi. Yəni həm oradan alırlar, marketlərdə qoyurlar, satırlar. Yəni bu 10 manata olanı mən 6 manata almışam. Yəni 4 manat qabağa. Üstünə 2 manat qoyub 2-dən almaq olardı. Bunu desən 13 manat almışam. Belə bir çay. Bu buradan da açılırmış ki. Qiymət 6 manat, 9 manatdan düşüb. Qəşəng keyfiyyəti var. Zərli belə corablar almışam. Sonra 2 ədəd kes almışam. Bir budur, bir də ki telefonun özündədir, ağ rəngdə. Bu da çox qəşəngdir. Bu səfər bunu göstərmədim sizə. Mənə bir pijamalar hədiyyə verilmişdi. Belədir, bir də belə. Bir də belə buzqalter. Çox bəyənirəm də bunu. Rəngi, oturuşu çox gözəldir. Rozellər. Qızlar, mən bu günləri ad günüyə gedirəm. Mərvanın sinif yoldaşı Ləman, köhnə sinif yoldaşı. Həm də ki, anasının rəfiqəyəm, Suzananın. Nəysə ki, Ləmanın bu günləri ad günüdür. Evdə qeyd eləyəcəklər, ailə içi. Gedirik ora. Və mən bu illəri heç bir dəfə də geyinmədiyim bu şubamı geyinirəm. Bunu çoxdan almışdım. Bu ilə heç geyinməm. Keçən illərdə deyəsən bir dəfə geyinmişəm. Bir ara istəyirdim satım, amma sonra düşündüm ki, yox da, qoy qalsın. Qəşəng sadə modeldir. Həmişə dəbdə olan bir şeydir. Sadə nə varsa həmişə dəbdə olur. Buradan belə yarığı var hər iki tərəfdən. Və cavan dəridir qızlar bu. Neçə ildir bu məndədir. Və bu firma, mən bunu Targovdan almışdım və çox baha. Hələ o vaxtı o qiymət biləndə hamı deyirdi, bu necə baha almışsan? Black Lama. Mən bunu bir dəfə apardım, şoba yerləri var. Baxdılar, hamısı baxan kimi deyir, hə, bu firma deyir, tanınmış, bu firmanın şobaları keyfiyyətli olur həmişə. Nə tökülməsi var, hətta mən bunu qoruyub saxlamıram. Bilirsiniz ki, şobanı tez-tez havalandırmaq lazımdır ki, tökülməsin. Bildiyiniz heç nə eləmirəm, amma ona baxmayaraq çox qəşəng keyfiyyətdə qalıb. Hətta bir ara istəyirdim mən bunu belə kəsim. Məncə belə uzunluqda daha gözəldir. Burada Suzananın qaynanası üçün də hədiyyəm var. İstəyirəm pul vermək və yanında da nəsə belə alım. Çünki uşaqdır, hələ ona çatmır. Düzdür, pul, indiki uşaqlara pul çatır, amma hədiyyə də olsa daha gözəl olar, daha maraqlı olar. Belə bir pomadam var, mənə yaraşmadı, Essence-dəndir. Bunu da elə Suzanaya verərəm. Bir dəfə istifadə eləmişəm, elə açdım, gördüm, yox, mənim rəngim deyil. Əslində çox acam. Bizdə həyətdə kulinariya restoran var, gedirəm ora. Artıq saat 4-dür, 6-da biz 6-7 yaş orada olmalıyıq. Heç olmasa, mən gedim bir dənə çayla, türk baxlavası var, südlü baxlava. Çox sevirəm, dəhşət dadlı eləyirlər də. Gedirəm onu bir stəkan çayla içim ki, bir enerjim olsun. Paxlavadan ötürü ürəyim gedir, dəhşət dadlı eləyirlər burada. Bir də belə bir mənzərəsi var buranın. Qızlar, mən ilk dəfə City Mall-a gəldim. Bir deyir utanıram, bir de bu açın uşaqlar qapının əlimdə yük var. 17 Pro Max-dır. Bəlkə, burada qəşəng şəkillər çəkə bilərəm çıxanda. Bir bunu almışam. Qəşəngdir. Sən verəcəksən də, Sən verəcəksən də, yaxşı. Kartla. Yaşına görə demək.
Yeni o şey yaşına geleceğim. Görün necə gözəl süfrə hazırlayıb. Mami. Ha? Mami. Boş kapat. O şeyin altına uçtu. Sağ ol. Ben bak Sasha. Mən o qədər yemişəm ki, partlayıram. Sən elə biraz yemişsən. Hə, ayran. Yox, ayran deyil. Bir dənə balıq güclə. 5 saata yemişəm. Bir dəfə başlayırıq diyeta mal. Hə, mən lap vapşa Bir ayda yedim. eşidirəm ki, diyetadadır. Bu qız da, bu qızımız Suzan'ın bacısı qızıdır. Suzan'ın da mənim bütün izləyicilərim tanıyır. Pastayanı biz videoza çəkirik. Bax, da göstərim. Təzə dırnaqdan gəlir. Biz bu rəngləri sevir. Sadə. Hə, bu səfər bəyənmədi. Suzan'a biraz elə bir kobudluq var. Hə, düz deyirsən. Bu da mənimki. Sən mənə ver. Bax, gələn səfər bəlkə mən belə rəng elədim. Sadə. Hə, sadə. Bizim belə seçmişik. Sadə rənglər üçün. Biz yemişik, indi tortu göstəririk. Uşaqlardan beş bətər. Salam uşaqlar. Gəsən. Bizi tanıdınız? Hamımız alqışlayaq Ləmanı gəlirəm. Mama sənə nələr alır? Wow, neler var burada? Leman. Happy birthday to you. Gəl sənə verim, gəl. Gəl. Ayşe bir kaşık. Çok sağ ol. Kızlar, mən bir neçə ay öncə laminasiya eləmişdim. Qaşıma o qədər xoşuma gəlir, yenə də elətdirmək istəyirəm. Və əvvəllər bilirsiniz ki, mən qaşlarımı almırdım. Amma yəni niyə almırdım, onu da anlamıram. Amma belə daha gözəldir. Burada bir dadlı qutab olur qızlar, kərə yağında. Çox ləzzət eləyir də. Mən bir dənə qəşəng çanta almışam özümə. Xəstə olan vaxtlarımda, yəni qəti halım yox idi evdən çıxmağa. Amma bu çantanı əslində çoxdan görmüşdüm. Sadəcə olaraq sonradan Rus bir bloger də gördüm. Amma onda daha bahalı bir marka idi. Amma eynən bu rəng idi, eynən bu model idi və onda görəndən sonra yadıma düşdü ki, bəs mən axı bu çantadan görmüşdüm və almağı istirdim həmin ərəfədə. Sonradan almadım, nədəsə fikrimdən döndüm və qızlar, həmin bu çanta necə videoda gördümsə, təsəvvür edin, o xəstə halımdan geyindim, əynimi, bəzəndim, düzəndim, getdim sırf bu çantanı almağa. David Jones. Necədir qızlar, bəyəndiniz? Bunun 4 rəngi var idi. Qara, mavi və belə bir rəng. Lakin bu hissələri
tünd şabaldı rəng idi. Amma mən bu rəngi bəyəndim. Ki bu biraz pastel tonundadır. Mən bunu çox bəyəndim. Əslində bu çantalar təzə-təzə çıxanda məni çox da cəlb eləmirdi. Elə bilirdim ki, bu çantalardan heç vaxt istifadə etmərəm. Lakin gördüyünüz kimi mən də bu çanta modelindən ası oldum. Amma bu kəməri nədənsə o qədər bəyənmirəm. Peki çıxartdım bunu. Məncə bunsuz daha gözəldir. Və içini də göstərəcəm ki, gəlin baxaq nələr yerləşir. Videonu burada sonlandırıram və mənim demək olar ki, geyimlərim bitmək üzrədir. Bir korobkanın yarısı qalıb. Oradakıları da sizə gələn vlogda göstərəcəm. Ondan sonra istəyirəm daha fərqli formatda videolar çəkim. Sizlərlə burada sağollaşıram. Mənim videolarımı bəyənirsinizsə, mənə dəstək olun. Səhifəmə dəyər verin. Çünki bu mənim üçün önəmlidir. Qızlar, sizlərin videolarımı bəyəndiyinizi görəndə mən çox xoş olur, çox sevinirəm, həvəslənirəm. Sizlərin dəstəyinizi gözləyirəm. Hələlik gələn vlogda görüşənə qədər.